Azərbaycanda dövlət büdcəsinin necə xərcləndiyi ilə bağlı cəmiyyətdə artıq illərlə formalaşmış acı bir qənaət onsuz da var. Ayrılan vəsaitlərin əhəmiyyətli hissəsi ya qeyri-şəffaf şəkildə xərclənir, ya da müxtəlif mexanizmlərlə mənimsənilir. Müxtəlif dövlət qurumlarının 5-10 milyon manat səviyyəsində vəsaitləri şübhəli istiqamətlərə yönəltməsi ilə bağlı faktlar artıq adi hala çevrilib və demək olar ki, heç bir ictimai rezonans da doğurmuş. Amma əldə etdiyim son məlumatlar göstərir ki, problem təkcə kiçik miqyaslı, dırnaq arasında əlbəttə, kiçik miqyaslı pozuntularla məhdudlaşmır. Bu dəfə söhbət Azərbaycan prezidentinin protokol xidmətinə ayrılmış 75 milyon manat vəsaitin taliyindən gedir. Bu qədər böyük məbləğin xərclənməsi ətrafında yaranan qaranlıq məqamlar artıq sadəcə səhlənkarlıq və ya idarəetmə boşluğu kimi deyil, açıq korrupsiya faktları ilə qiymətləndirilir. 2026-cı ilin dövlət büdcəsində prezidentin protokolu xidmətinə ilk dəfə ayrıca və iri həcmdə vəsait ayrılması özü özlüyündə ciddi suallar doğurur. Halbuki bu qurum əvvəlki illərdə Azərbaycan Respublikası prezidentinin administrasiyası tərkibində fəaliyyət göstərir və eyni funksiyaları yerinə yetirirdi. İndi isə heç bir aydın izahat verilmədən eyni iş üçün əlavə olaraq 75 milyon manat vəsait ayrılması həm iqtisadi məntiqə, həm də idarəetmə məntiqinə və prinsiplərinə zidd görünür. Bu struktur dəyişikliyinin arxa planında isə protokol xidmətinin rəisi Arif Səmədovla prezident administrasiyasının rəhbəri Samir Nuriyev arasındakı gərgin münasibətlərin dayandığı bildirilir. Bu qarşıdurma nəticəsində Arif Səmədov faktiki olaraq ayrıca güc mərkəzinə çevrilib və ona geniş səlahiyyətlərlə yanaşı ciddi maliyyə resursları da verilib. Bu isə dövlət idarəçiliyində institusional balansın pozulması ilə bağlı sualları daha da artırır. Ən ciddi məqam isə ayrılmış 75 milyon manatın necə xərcləndiyi ilə bağlıdır. Məlumatlara görə prezidentin protokol xidməti dövlət satın almaları ilə bağlı qanunvericiliyin tələblərini sistemli şəkildə nəzərə almır. Halbuki qanuna əsasən dövlət vəsaiti hesabına həyata keçirilən bütün satın almalar açıq və rəqabətli prosedurlar vasitəsilə aparılmalıdır. Buna baxmayaraq, açıq mənbələrdə, xüsusilə dövlət satın almaları portalında bu qurumun hər hansı müqaviləsinin görünməməsi vəziyyəti daha da şübhəlidir. Bu, dövlət vəsaitlərinin nəzarətsiz və qeyri-şəffaf şəkildə xərclənməsi, başqa sözlə, korrupsiya risklərinin maksimum səviyyəyə çatması deməkdir. Belə bir şəraitdə 75 milyon manatın hansı istiqamətlərə yönəldildiyi, kimlər arasında bölüşdürüldüyü və ümumiyyətlə dövlət maraqlarına nə dərəcədə xidmət etdiyi ilə bağlı suallar tamamilə açıq qalır. Daha narahat edici məqam isə bu proseslərə nəzarət etməli olan qurumların susqunluğudur. Azərbaycan Respublikasının Hesablama Palatası kimi qurumların fəaliyyəti ilə bağlı cəmiyyətdə onsuz da formalaşmış skeptik yanaşma bu halda daha da güclənir. Belə təsəvvür yaranır ki, yüksək səviyyəli siyasi iradə olmadan bu tip məsələlərin araşdırılması ümumiyyətlə mümkün deyil. Digər tərəfdən, Arif Səmədovun davranışları da ciddi tənqid mövzusudur. Onun özündən razı və həddindən artıq sərbəst davranması, dövlət protokolunu şəxsi baxışlarına uyğun yenidən formalaşdırması, yüksək vəzifəli şəxslərə qarşı sərt və bəzən alçaldıcı münasibət sərgiləməsi barədə məlumatlar dolaşır. Hərçənd orada bir çoxları alçaldıcı münasibətlərə haqq edir. Bildirilir ki, o, protokol qaydalarını idarəetmə alətinə çevirərək nazirləri və digər rəsmiləri faktiki olaraq öz iradəsinə tabe etdirməkdədir. Bu isə artıq təkcə maliyyə və ya inzibati məsələ deyil, dövlət idarəçiliyində ciddi deformasiyaların əlaməti kimi qiymətləndirilə bilər. Çünki dövlət protokolu şəxsi ambisiyaların deyil, institusional qaydaların üzərində qurulmalıdır. Bütün bunların fonunda ən vacib sual dəyişməz olaraq qalır. Qanun hamı üçün eynidirmi və ya 75 milyon necə xərclənib?